Sabahınız bir daha xeyirli olsun dostlar. Gününüz aydın olsun. Sağlam səhərdə hər birinizi xoş gördük və bugün olduqca maraqlı bir mövzudan danışırıq. Azərbaycan səhiyyəsində rəqəmsal transformasiyadan danışırıq. Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərramova bizim qonağımızdır. Siz də suallarınızı yazıb göndərə bilərsiniz. Rəqəmsal səhiyyə insanlara vaxtında və daha keyfiyyətli tibbi xidmətin açarıdır. Bəs bu proses Azərbaycanda necə gedir, nələr dəyişir və nələr olacaq, nələr dəyişəcək hər biri haqqında Sevinc xanım bizə məlumat verəcək. Sabahınız xeyir olsun Sevinc xanım, xoş gəlmisiniz. Sabahınız xeyir, təşəkkür edirəm. 055 93 490 93 isə bizim WhatsApp nömrəmizdir. Siz də suallarınızı yazıb bizə göndərə bilərsiniz. Sevinç xanım, bəzən elə illər olur ki, belə deyim də, dəyişikliklər yavaş-yavaş yox, sanki birdən-birə hiss olunur və Azərbaycan səhiyyəsində də rəqəmsal yeniliklərin sanki daha çox görünən, daha çox hiss edilən olduğu bir dövrdəyik. Və bu mənada belə bir sual yaranır ki, 2025-ci ilə Azərbaycan səhiyyəsinin rəqəmsal transformasiyasında dönüş nöqtəsi adlandırmaq olarmı və olarsa niyə? Aha, təşəkkür edirəm sualınız üçün ilk öncə. Mən dinləyicilərimizi də salamlamaq istəyirəm. Qeyd edeyim ki, bildiyiniz kimi, yəni hər kəsin də bildiyi kimi, rəqəmsallaşma prosesi ümumiyyətlə təkcə Azərbaycanda deyil, bütün dünyada baş verən qlobal bir prosesdir ki, Azərbaycanın bir hissəsidir, belə deyək. Və onun fonunda da bütün sahələrin rəqəmsallaşması istiqamətində baş verən hadisələr, eləcə də səhiyyə sahəsində əhatə edir. Bu da cənab Prezident İlham Əliyevin də müvafiq fərmanı ilə öz əksini tapıb və səhiyyənin rəqəmsallaşması çərçivəsində 2025-ci ili həqiqətən də dönüş ili hesab etmək olar. Çünki çox vacib səhiyyə sistemləri və həm vətəndaşların, həm tibb işçilərinin həyatında vacib rol oynayan sistemlər məhz 2025-ci ildə yarandı ki, bura deməli elektron xəstəlik vərəqələrinin yəni rəqəmsallaşması məsələsi, mərkəzləşdirilmiş işə qəbul tibb işçilərinin dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrində çalışan tibb işçilərinin işə qəbulu prosesləri, elektron epiqrizlər və digər xidmətlər və sistemlər elektronlaşdı, belə deyək, rəqəmsallaşdı. Sevinç xanım, bu prosesin belə deyim də ən böyük fəlsəfəsi nədir? Yəni kiminə görə sürətdir, daha sürətli olmasıdır rəqəmsallaşma, kiminə görə şəffaflıqdır, kiminə görə təhlükəsizlikdir. Amma işin içində olan biri olaraq sizcə bu prosesin ən böyük fəlsəfəsi sürətdirmi, şəffaflıqdırmı, yoxsa təhlükəsizlikdirmi? Aha, rəqəmsallaşma həm sürət, həm şəffaflıq, elə həm də təhlükəsizlik özündə əks edir və bəli, üçü bir arada həm də biraz daha həssasdır. Kağız daşıyıcı vərdişlərindən, sənədlərin kağızda qeyd olunmasından birdən-birə rəqəmsal mühitə keçməsi təbii ki, qısa bir yol deyil. O müəyyən baxımdan həm psixoloji, həm emosional, həm də ki, proseslərin özü baxımından böyük bir yol qət eləyir. Amma biz 2025-ci illə nəzər salarsaq, 2025-ci ildə bu bir qədər sürət aldı və insanların vərdiş etmədiyi elementar xəstəlik vərəqəsi artıq keçdi elektron şəkildə. Yəni proses özü həm tibb işçiləri üçün müəyyən bir həm çətinlik, həm də asanlıq yaratdı. Onların gələcək fəaliyyəti baxımından onların fəaliyyətini asanlaşır. Digər bir tərəfdən isə bugün vərdiş etmədikləri sistemə birdən-birə keçid edirlər. Bu da onlar üçün bir dəyişiklik, təşviş yaradır və bu sistemlərin tətbiq edilməsi prosesini asanlaşdırmaq üçün də həm tibb işçilərinə, həm vətəndaşlar tərəfdə maarifləndirici işlər mütəmadi olaraq aparıldı və bu hal-hazırki dövr üçün də davam edir. Həkimlərə həmin sistemlərin necə asan onların adaptasiya olması prosesini asanlaşdırmaq məqsədi ilə həmin təlimlər keçirilməsi, həyata keçirildi təlimlər onlar üçün. Digər bir tərəfdən vətəndaş tərəfdə isə maarifləndirmə, həm kütləvi informasiya vasitələrində, həm sosial mediada, həm də digər televiziyada, radioda
maarifləndirmə prosesləri ilə onları bu prosesə daha asan adaptasiya etməyə çalışdıq. Təşəkkür edirəm Sevinç xanım. Bir məsələyə də aydınlıq gətirək ki, rəqəmsal səhiyyə və ənənəvi səhiyyə paralelmi davam edəcək, yoxsa tamamilə rəqəmsallaşma qaçınılmazdır? Əslində tamamilə rəqəmsallaşma qaçılmazdır. Amma hazırda birdən-birə keçid məsələləri olduğu üçün orada müəyyən mənada kağız daşıyıcı hələ də davam edir. Təəssüflər olsun ki, çünki bunu birdən-birə böyük bir prosesə keçid etmək təbii ki, həm qeyd elədim ki, emosional, həm psixoloji, həm də ki, vərdişlər baxımından sistemlərin dəyişilməsi, bu da müəyyən bir çətinliklərə yol aça bilir. Və çox şükürlər olsun, qeyd eləmək istəyirəm ki, biz artıq səhiyyə sahəsində xəstəlik vərəqələri tam rəqəmsallaşıb. Xəstəlik vərəqələri üçün kağız dövrü bitib. Eləcə də dövlət tibb müəssisələrinin işə qəbul prosesi tamamilə rəqəmsallaşıb. Yəni kağız daşıyıcıdan çıxıb insanlar artıq başa düşür ki, sistemdən daha asanlıqla məlumatları, tibbi məlumatları əldə edə bilirlər müəyyən mənada. Bu həm epiqrizlərə aiddir, həm elektron xidmətlər baxımından onların hansısa tibbi sənədlərini, tibbi məlumatlarını, arayışlarını, peyvənd məlumatlarını, resept məlumatlarını, müxtəlif tibbi vərəqələri asanlıqla sistemdən əldə edə bilirlər, heç bir tibb müəssisəsinə yaxınlaşmadan. Ehtiyac yoxdur buna. Təşəkkür edirəm Sevinç xanım. Dostlar, siz hazırda Sağlam Radio 93 FM-dəsiniz və efirdə səhərin ən maarifləndirici saatlarıdır. Sağlam səhər verilişi davam edir. Bugün texnologiyanın səhiyyə ilə kəsişdiyi hər birimizin həyatına birbaşa toxunan bir mövzunu müzakirə edirik. Azərbaycan səhiyyəsində rəqəmsal transformasiya. Suallarınızı yazıb göndərə bilərsiniz. Qısa bir fasiləmiz olacaq. Fasilədən dərhal sonra yenidən efirdə olacaq. Odur ki, diqqətiniz bizdə olsun. Dalğanı dəyişməyin. Saatlarımız 9:04-ü göstərir və siz də bizim efirimizə qoşula bilərsiniz. Suallarınızı Sevinç xanıma yazıb ünvanlaya bilərsiniz. Bugün Azərbaycan səhiyyəsində rəqəmsal transformasiyadan danışırıq. Qonağımız Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinç Məhərrəmovadır. Dostlar, siz də 055 93 490 93 nömrəsinə suallarınızı yazıb göndərə bilərsiniz. Sevinç xanım, vətəndaşlar rəqəmsal səhiyyədən bugün hansı üstünlükləri dərhal hiss edirlər? Yəqin ki, bunu siz də artıq belə deyim hiss edirsiniz. Bəli. Vətəndaşlar rəqəmsal səhiyyədən əvvəla onların bütün tibbi məlumatlarının hər hansı vahid bir sistemdə əlçatan olduğunu hiss edirlər. Elementar olaraq qeyd etmək istəyirdim ki, əvvəllər misal üçün siz həkimə müraciət edirdiniz və sizə resept yazırdı. O resepti itirirdiniz. İllərdən sonra axtarırdınız onu. Bəli, və yaxud da ki, kağızdır, yəni hansısa bir zədələndi, cırıldı və s. artıq yararsız hala düşdü. O zaman biz məcbur idik ki, yenə də həkimə müraciət edək ki, o bizə təkrar resepti təmin eləsin və yaxud da ki, tibb müəssisəsindən bunu istəyirdik. Amma hal-hazırki dövr üçün ki, reseptlərin rəqəmsallaşması bizə imkan verir ki, biz həkimə təkrar müraciət etmədən də həmin resepti elektron səhiyyə mobil tətbiqindən və yaxud da ki, eHealth portalından, eyni zamanda MyGov platformasından asanlıqla əldə edə bilək. Eləcə də digər məlumatlar, misal üçün, burada xəstəlik vərəqələri eyni zamanda mobil tətbiq üzərindən, MyGov üzərindən əl çatandır. Digər tibbi məlumatlar, analiz verirsiniz və analizlər sizə MyGov platforması üzərindən və yaxud da ki, səhiyyə sistemləri üzərindən əl çatandır. Bunun üstünlüklərini hər baxımdan vətəndaş hiss eləyə bilir. Bu da ona rəqəmsallaşma ilə kağız dövrü arasındakı böyük bir fərqi hiss etdirir təbii olaraq. Bu elektron bültenin də kağız formasının tam ləğvi də, yəni məhz buradan yola çıxaraq bu qədər böyük hadisə ona görə sayılırdı, eləmi? Bəli, təbii olaraq elektron bülten, yəni xəstəlik vərəqələrinin də kağız dövrünün bitməsi elə rəqəmsallaşma məsələsinin nə qədər aktual, nə qədər vacib məsələ olduğunu gündəmləyir. Hal-hazırda elektron xəstəlik vərəqəsi
alma əldə etmək üçün sadəcə olaraq xəstənin tibb məntəqəsinə yaxınlaşıb həmin dövr üçün vərəqəni açdırması yetərlidir. Yəni bunun üçün vərəqəni tibb müəssisəsindən əldə edib onu iş yerinə götürmək və yaxud da ki, bu barədə narahat olmaq ki, o necə gedib Dövlət Sosial Müdafiə Fonduna düşəcək ki, həmin müavinətini ala bilsin. Çox qəribədir. Bir zamanlar heç biz danışırıq, artıq dəfələrlə danışdığımız üçün sadə yanaşırıq. Doğrudan da belə deyil, çünki illər əvvəli yada salanda hər hansı bir o tibbi prosedur dediyimiz, məsələn, resept olsun, elektron bülten olsun. Hər bir halda yenə biz poliklinikaya getməliyidik, yenə xəstəxanaya getməliyidik. Bunun soyuğudur, çovğunudur, qışıdır. Bu şəhərdəsən, xəstəsən, evdəsən. Yəni bunların heç birinə yəni ki baxmır da, bu icra olunmalıydı. Amma doğrudan da indi bir klik qədər bu çox böyük bir nemətdir. Həqiqətən də dərindən düşünəndə insana çatır ki, nə qədər bir əlverişli şərait yaranıb. Bəli, təbii ki, o vərəqədə nəsə anlaşılmaz olardısa, tibb müəssisəsinə təkrar, bəli, hər hansı səbəbdir də, kağız daşıyıcıdır. Nəsə bir zədələndi, nəsə bir yararsız hala gəldi, təkrar siz məcbursunuz ki, onun nüsxəsi üçün müraciət edəsiniz. Və yaxud da ki, epikrizlər, elektron epikrizlər və ya ambulator kitabçadan çıxarışlar, bunların elektronlaşması da böyük üstünlüyü açdı. Çünki misal üçün harasa siz o sənədi əgər təqdim eləmək istəyirdinizsə, məcbur idiniz ki, xəstəlik tarixçəsini çıxarışını almaq üçün təkrar gedib həmin tibb müəssisəsinin arxivinə müraciət edəsiniz. Bugün bu bütün necə deyim, bu çətinliklər, yəni bu əlavə yük yuxu kimi gəlir biz artıq. Bəli, bu əlavə inzibati yükdən həm həkimlər qurtulublar, həm də vətəndaşlar ki, onlar təkrar müraciət etmək yerinə elektron sistemlərdən, MyGov platformasından, elektron səhiyyə platformasından asanlıqla əldə edə bilirlər. Sevinç xanım, bu mövzuya toxunduq və digər bir maraqlı tərəfi isə həkimlər üçün bu sistem, bu proses çətin olmadı. Ümumiyyətlə, istənilən bir insana komfort zonadan çıxmaq çətinliyidir. Amma ondan sonra yaxşının dadını biləndən sonra həqiqətən başa düşürsən ki, necə gözəldir hər şey, necə rahatdır. Bəs bu prosesin özü həkimlər üçün nə dərəcədə çətin oldu və ya onlar çox asan keçirdi o prosesi? Yox, təbii olaraq müəyyən bir vərdişləri var və onlar adət ediblər ki, hər şey kağız daşıyıcıda olsun, istər resept, istər bültenlər. Amma hal-hazırda yəni həkimlər də inzibati yükdən qurtulublar. Kağız daşıyıcı üçün onların əlavə səy göstərmələrinə ehtiyacı yoxdur. Təkrar eyni prosedurları icra etmələrinə ehtiyacı yoxdur. İlkin etapda təbii olaraq ən çox da tutaq ki, proseslər rəqəmsal şəkildə baş verdiyi üçün onların təbii olaraq imzalanması prosesidir. Nə dərəcədə artıq belə deyək, rəsmi sənəd kimi hesab olunması məsələləri insanları narahat edirdisə, artıq həkimlər müəyyən mənada müəyyən qədər alışıblar bu məsələyə. Çünki bilirlər ki, elektron formatda tərtib edilmiş sənədlər, tibb sənədlər də ən azı kağız daşıyıcı qədər rəsmidir və nəzərə alınır. Yeganə sənəd rəqəmsal sənəddir. Sima imzasının bu layihədə rolu nə oldu bəs Sevinç xanım? Sima imzanın layihədə rolu ondan ibarətdir ki, o imza məsələsinin, həkimin imzasının yəni hüquqi çərçivədə əhəmiyyət daşıdığını sima imza ilə sübut edir həkim və həkim rəqəmsal mühitdə elektron sənəd tərtib edəndə onu öz sima hüquqi imzası ilə təsdiqləyir ki, bu da elə eyni həkim üçün eyni məsuliyyəti necə kağız sənəddə öz imzasını atırsa, elektron mühitdə, rəqəmsal mühitdə də o sima imza ilə öz imzasını rəqəmsal şəkildə təsdiqlənmiş olur və ona əlavə bir belə deyək, məsuliyyət hissi yaradır. Dostlar, əgər siz hələ də düşünürsünüzsə ki, səhiyyədə rəqəmsallaşma yalnız texniki məsələdir, onda bizi diqqətlə dinləməyə davam edin. Çünki danışdıqlarımız hər bir vətəndaşın vaxtına, rahatlığına, eyni zamanda sağlamlığına birbaşa təsir edir. Azərbaycan səhiyyəsində rəqəmsal transformasiyadan bugün Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinç Məhərrəmova danışır. Qısa bir fasiləmiz olacaq və fasilədən sonra yenidən efirdə olacaq. Diqqətiniz bizdə olsun, dalğanı dəyişməyin və suallarınızı 055 93
490-93 nömrəsinə yazın, göndərin. Verilişimiz davam edir və bizim söhbətimizə getdikcə daha maraqlı məqamlar ortaya çıxır dostlar. Bir daha xatırladaq ki, 93 FM-də Sağlam Radiodasınız və Sağlam Səhərdə bugün səhiyyənin kağızdan rəqəmsala keçid yolunu, bu yolun üstünlüklərini və gələcək perspektivlərini müzakirə edirik. Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinç Məhərrəmova ilə birlikdə odur ki, siz də suallarınızı yazın, göndərin. Sevinç xanım, elektron bültenlərdən danışdıq və burada iki məqam maraqlıdır. Elektron bültenlər saxtakarlıq risklərini azaltdımı? Yəni azaltdısa necə azaltdı və bu sistem dövlət büdcəsinə necə qənaət edir? Aha, sualınız üçün təşəkkür edirəm. Əslində maraqlı bir sualdır. Qeyd edeyim ki, elektron xəstəlik vərəqələri təbii olaraq saxtakarlıq hallarının qarşısının alınmasına istər-istəməz xidmət edə bilir. Hansı baxımdan? Misal üçün, səbəbli, səbəbsiz xəstəlik vərəqələri açdırmasının ən azından qarşısını alır. Çünki burada kəskin tələblər var rəqəmsal sistemdə ki, siz müəyyən elektron xəstəlik vərəqələri açılması üçün də xəstəliyin başlandığı tarixdən etibarən xəstəlik vərəqələri açılmalıdır. Əvvəlcə müəyyənləşmiş, yəni ixtisaslı həkimlər tərəfindən açılmalıdır ki, onların sima hüquqi imzaları var. Çünki sima hüquqi imza ilə imzalanır bu sənədlər. Yəni onlar üçün əlavə bir məsuliyyət deməkdir bu, həmin həkimlər üçün, eləcə də tibb müəssisələri üçün. Bütün bu proseslərin elektron mühitdə, rəqəmsal mühitdə baş verməsi, yəni vahid səhiyyə informasiya sistemi üzərindən xəstəlik vərəqələri yaranır və Dövlət Sosial Müdafiə Fondunun müvafiq alt sistemi EMAS-a inteqrasiya edilir ki, oradan da işə götürənə əlçatan olur. Bəli, bu proseslərdəki şəxsin birbaşa iştirakı olmadan baş verdiyi üçün, bu mühitdə baş verdiyi üçün təbii olaraq bu da onun saxtalaşdırılması hallarının da sayını azaltmış olur. Şəffaflığı artırmış olur. Sistem üzərindən birbaşa Dövlət Sosial Müdafiə Fonduna əl çatandısa, onlar həmin müddət ərzində müavinətləri təyin eləyirlər, hesablayırlar. Bu da imkan verir ki, saxta xəstəlik vərəqələri azalmış olsun. Eləcə də işə götürən tərəfdən, yəni saxta xəstəlik vərəqələrinin onlar vasitəsilə ötürülməsinin qarşısını almış olur. Sevinç xanım, elektron epikrizlərdən bayaq biz danışdıq. Bu elektron epikriz mövzusu, bu sistem təkrar analiz və müayinələrin qarşısını necə alır? Belə ki, elektron epikriz bu sənəddə həmin müayinələrdir, lazım olan tibbi məlumatlardır ki, elektron epikriz üzərindən əl çatandır. Bu sənəd elektron sistemdə olduğu üçün biz mobil telefonla da rahat giriş əldə edə bilərik. Bəli, elektron səhiyyə mobil tətbiqindən və eyni zamanda MyGov platforması üzərindən, MyGov mobil tətbiqi üzərindən də əl çatandır. Bu da vətəndaşa imkan verir ki, o təkrar eyni məlumatların yazılması və yaxud əldə olunması üçün tibb müəssisələrinə, tibb müəssisələrinin arxivlərinə müraciət etməsin, asanlıqla onu elektron sistemlərdən əldə etmiş olsun. Bu elə həkimləri də əlavə inzibati üstünlüyü həkimlər üçün. Bəli, təbii olaraq. Gələcəkdə ümumiyyətlə bütün tibbi tarixçənin bir platformada toplanması mümkün olacaqmı? Bəli, hal-hazırda qeyd edeyim ki, rəqəmsal səhiyyə mərkəzində də bu proseslər başlanılıb. Yəni bütün tibbi məlumatların vahid bir tibbi platformadan əldə edilməsi üçün, yəni bu bir ekosistemdir ki, bütün vətəndaşlara dair tibbi məlumatlar vahid bir platformada onlar üçün və eyni zamanda da tibb işçiləri üçün əl çatan olsun. Bu da elə gələcəkdə tibb elminin inkişafına öz töhfəsini vermiş olacaq. Elmi tədqiqat işlərinin aparılması zamanı həmin məlumatlara istinad edilməsi baxımından, elə eyni zamanda da xəstəlik baş verirsə təkrar müayinələr və bir öncəki xəstəlik müalicəsi, müayinəsi zamanı əldə olunmuş nəticələrin həkimlər üçün də əl çatan olması, eyni zamanda pasiyent baxımına vətəndaşlar üçün də əl çatan olması elə bu sistemin əhəmiyyətini artırmış olur. 2026-cı ildə bəs vətəndaşa hansı yenilikləri gözləyir Sevinç xanım? 2026-cı Biz artıq öyrəşdik, bu 2025-də axtarırıq. Bəli, 2026-cı il
vətəndaşlar üçün yenilikləri vəd edir. Biz özümüz də bunu gözləyirik. Mən sırf səhiyyə sahəsinin rəqəmsallaşması baxımından qeyd eləyə bilərəm ki, elektron səhiyyə eHealth.Qovaz platformasında mühüm dəyişikliklər baş verəcək. Hal-hazırda bunun üzərində iş gedir mərkəzdə. Eyni zamanda qeyd elədiyim həmin o bütün tibbi məlumatların vahid platformadan əl çatanlığını təmin etmək, asanlaşdırmaq üçün, həm tibb işçilərini, həm vətəndaşları inzibati yükdən azad etmək üçün, həm vahid bir sistemin yaradılması üzərində təkmilləşdirmə işləri davam etdirilir və eyni zamanda bu barədə bir anons kimi məlumat verilmişdi. Teletip layihəsi üzərində hal-hazırda işlər gedir ki, məsafədən tibbi xidmətin əldə edilməsi pasiyent üçün əl çatan olsun. Bunlar böyük tibb sahəsində, tibb elminin inkişafı üçün böyük töhfələrdir. Sevinç xanım, digər maraqlı bir məsələ isə SMS peyvənd xatırlatmaları, onlar ictimai sağlamlığa necə təsir edir? Bəli, peyvəndlər ümumiyyətlə bildiyimiz kimi sürətli şəkildə 2025-ci ildə həqiqətən bu belə deyim də rəqəmsal səhiyyə deyək də, yəni çatdırmaq olmur da, belə deyim, sürətli şəkildə hər sahəsi o qədər dəyişdi ki, o yeniliklərdən biz özümüz də bir də gördünüz, bir xəbər qalırıq. Bəli, bütün rəqəmsallaşma tendensiyaları sürətli, haqlısınız, baş verir və eyni zamanda tibb sahəsində də. Qeyd edeyim ki, peyvəndləşmə bildiyimiz kimi immunlaşdırma prosesidir. İmmun sisteminin gücləndirilməsi məqsədi ilə edilir. Bu isə xüsusən də az yaşlı körpələrin peyvəndləşməsi məsələləri bu təkcə mövsümlə bağlı deyil, onların yaşları ilə bağlı olan peyvəndlər üçün SMS xatırlatma mövcuddur. Valideynlər həmin peyvəndlərə aparmaq, vaxtında övladını aparmaqla bağlı bəli, çətinliklər çəkirlər həqiqətən də. Bu tip müəssisəsi də vaxtında məlumatı ötürmə baxımından bəzən görürsünüz ki, valideynlərə zəng edirlər ki, onların övladlarının peyvənd vaxtıdır və tibb məntəqəsinə yaxınlaşmağı tələb olunur. Artıq bu SMS xatırlatma, peyvənd sisteminin SMS xatırladılması, peyvəndləşmə məsələsinin övladın müəyyən yaşa çatdıqda artıq valideyn üçün əl çatan edir. O həmin klikləməklə SMS xəbərdarlığının əldə edilməsinə razılıq verməklə mütəmadi olaraq valideynə peyvənd yaşına çatan uşaqları barədə SMS xəbərdarlıqlar göndərilir ki, bu da valideynin də işini asanlaşdırır, tibb müəssisəsinin də həmçinin işini asanlaşdırır ki, vaxtında immunlaşdırma prosesini aparsınlar. Bu da deməli səhiyyə sahəsində əhali sağlamlığının qorunması üçün öz töhfəsini vermiş olur. Sevinç xanım, digər bir məsələ isə həkimlərin işə qəbulunun elektronlaşdırılmasıdır və bu hansı köhnə problemləri aradan qaldırdı? Həkimlərin mərkəzləşdirilmiş şəkildə işə qəbulu, xüsusən dövlət səhiyyə sisteminə aid olan tibb müəssisələrində həkimlərin işə qəbulu prosesi qeyd etdiyiniz kimi rəqəmsallaşıb. Bu proses birinci növbədə bütün rəqəmsallaşma prosesində olduğu kimi kağız dövriyyəsini azaltmaq xidmət edir. Uzun proseslərin qarşısını və ya eyni zamanda kağız üzərində baş verən proseslərin qarşısını almış olur və şəffaflığı təmin etmiş olur. Sistem üzərindən tibb müəssisələrin vakant yerləri varsa, onlar bu barədə elan yerləşdirirlər müsahibələr üçün və həmin elan prosesinin özü rəqəmsal şəkildə baş verir. Elan yerləşdirilməsi, müraciət edənlər, tibb mütəxəssisləri ki, həmin vakant yerlərə müraciət edir, onların məlumatlarının, sənədlərinin toplanması da elektron şəkildə, meyarların formalaşdırılması və müsahibə prosesi baş tutduqdan sonra nəticələrin elan edilməsi, seçimi, meyarların təyin edilməsi, bütün bunlar hamısı rəqəmsal platforma, işə qəbul alt sistemi üzərindən başlayır. Üzərində gənc həkimlər üçün bu platforma daha yeni imkanlar açır, eləmi? Bəli, təbii olaraq gənc həkimlər, onlar elektron səhiyyə mobil tətbiq üzərindən və eHealth.Qovaz platformasından
müraciət etmək. Eyni zamanda MyGov platforması ki, dövlət xidmətlərinin hamısı MyGov platformasında cəmlənib. Buradan da həkimlər həmin elektron səhiyyəyə keçid etməklə mövcud olan onların ixtisaslarına, onların peşəkar fəaliyyətinə, təcrübələrinə, praktikalarına uyğun olan vakant yerlər barədə məlumatlanmasına xidmət edir və onlar asanlıqla eHealth.gov.az və eyni zamanda elektron səhiyyə mobil tətbiqindən vakant yerlərə asanlıqla müraciət edə bilirlər ki, bu da onların işə qəbul prosesini asanlaşdırır. Təşəkkür edirəm Sevinç xanım. Dostlar, bugün efirdə texnologiyanın səhiyyə verdiyi töhfələrdən, vətəndaş üçün açdığı yeni imkanlardan danışırıq. Studiyamızın qonağı bugün Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinç Məhərrəmovadır və Sevinç xanımla müzakirəmiz davam edəcək. Qısa bir fasiləmiz olacaq. Fasilədən öncə sual-cavab rubrikamız var. Gəlin birlikdə sual-cavabımızı dinləyək, daha sonra efirimizə davam edək. Bugün Sağlam Səhərdə biz sağlam gələcək haqqında söhbət edirik. 93 FM-də bugün gələcəyin səhiyyəsini bugündən danışırıq. Rəqəmsal sistemlər, şəffaf xidmətlər və daha əlçatan tibbi imkanlar haqqında danışırıq. 055 93 490 93 bizim WhatsApp nömrəmizi, sizə suallarınızı yazıb göndərə bilərsiniz. Sevinç xanım, rəqəmsal donor bazası etik və hüquqi təhlükəsizliyi necə təmin edir bəs? Donor bu çox maraqlı sualdır. Donor bazası ilə bağlı. Bildiyimiz kimi bu dünya təcrübəsində ümumiyyətlə var ki, vətəndaşlar özləri könüllü şəkildə olaraq donor olmağa icazə verirlər və bununla bağlı bir anket forması dolduraraq qeydiyyatdan keçirlər. Və hal-hazırda bizdə də Azərbaycanda da bu proses başlanılıb. Donorların, resipiyentlərin elektron qeydiyyat sistemi. Bu onunla baş verir ki, burada təbii olaraq qeyd etdiyiniz kimi etik normalar və eyni zamanda məlumatın ötürülməməsi, məlumatın gizli saxlanması prinsiplərinə və həmin donor olmaq barədə razılıq verən şəxsin könüllülüyünə əsasən icra olunur. Bu da elektron səhiyyə portalı üzərindən də eyni zamanda MyGov platforması üzərindən də donor olmaq istəyən vətəndaş keçid edərək donorluqla bağlı olan anketi doldurur, ərizəni doldurur və könüllülük prinsiplərinə riayət olunmaqla təbii olaraq və onun məlumatlarının da gizli saxlanmasına zəmanət verir. Və proses bu şəkildə həmin sistemdə saxlanılaraq, bu da gələcəkdə belə deyim, transplantasiya məsələlərinin asanlaşması və donor bazasının daha əlçatan olması, həm vaxt itkisinin qarşısına alınması, həm də müəyyən mənada lazım olan tutaq ki, həmin donor orqanların gələcəkdə onların bir məlumat bazasını formalaşdırması baxımından çox vacib sistemdir. Bu resepti peyvənd bültenlərin MyGov-da görünməsi ümumilikdə belə nə deməkdir Sevinç xanım? Reseptlərin, bültenlərin MyGov platformasında əlçatanlığı da bu da bütün dövlət xidmətlərinin MyGov-da əlçatan olması kimi tibbi xidmətlərdə, bəli, kağızsız hökumət modeli qeyd etdiyiniz kimi MyGov platforması üzərindən əlçatandır. Bu çox mühüm məsələdir ki, dövlət xidmətlərinin bir vahid platformadan, vahid rəqəmsal landşaft çərçivəsində əlçatan olması və qeyd edeyim ki, bununla yanaşı elektron səhiyyə xidmətləri və eyni zamanda sistemləri, səhiyyə sistemləri də digital login vasitəsilə qeydiyyat edilməklə, bu da onların daha güvənilir, etibarlı giriş edilməsi üçün zəmin yaradır. Bütün vətəndaşlar, tibbçilər artıq rəqəmsal səhiyyə sistemlərinə digital logində giriş edirlər. Bu istər elektron resept sistemində, bu istər vahid səhiyyə informasiya sisteminin alt sistemlərində hər biri üçün keçərlidir və aktualdır. Sevinç xanım, bizim dinləyicilərimizi maraqlandıran suallar var süni intellektlə bağlı. Bir dinləyicimiz soruşur ki, süni intellekt səhiyyədə hansı sahələri ilk olaraq dəyişəcək? Maraqlı sualdır. Süni intellekt hal-hazırda
bütün dünyada aktualdır, gündəmlənib və bütün həyatımızın bütün sferalarını əhatə etməyə çalışır. Hal-hazırda mən bu barədə çox geniş məlumat vermək istəmirəm ki, Azərbaycanda artıq elə tibb müəssisələri var ki, süni intellektin köməyi ilə süni intellekt əsaslı assistantla artıq belə deyim, əməliyyatlarda, tibbi əməliyyatlarda icra olunur, cərrahi əməliyyatların icra olunması və bir anlıq düşündürməyə vadar edir ki, süni intellekt tibb sahəsinə nə qədər sirayət edib və ümumiyyət həyatımıza nə qədər sirayət edib. O baxımdan səhiyyə sahəsində süni intellektin tətbiq edilməsi gözlənilir. Bunun üçün bildiyiniz kimi süni intellektin tətbiqinə müəyyən bir baza lazımdır. Tibbi məlumatlar bazası etibarlı, güvənilir və əlçatan bir bazanın olması istiqamətində hal-hazırda işlər davam etdirilir ki, bu da gələcəkdə süni intellektin səhiyyə sisteminə tətbiqini asanlaşdıracaq həmin bazanın köməyi ilə və eyni zamanda bu tibb işçilərinin, tibb elminin inkişafını öz töhfəsini verən mütəxəssislərin də elmi tədqiqat işlərində böyük köməkçiləri olacaq. Daha bir sual dinləyicimiz bizi ünvanlayır ki, Azərbaycanda ağıllı səhiyyə modelinin formalaşması nə vaxt reallığa çevriləcək? Ağıllı səhiyyə sisteminin formalaşması istiqamətində hal-hazırda qeyd etdiyim kimi addımlar atılıb. Bu da elə rəqəmsallaşma məsələləri və bütün rəqəmsal tibbi məlumatların vahid ekosistemdə toplanması, vahid səhiyyə informasiya sisteminin bugün aktual olması, eyni zamanda hal-hazırda vətəndaşlar üçün bütün tibbi məlumatların əlçatan edən vahid platformanın yaradılması istiqamətində aparılan təkmilləşdirilmə işləri, elektron sağlamlıq kartı alt sisteminin təkmilləşdirilməsi məsələlərini qeyd etmək olar. Səhiyyə Nazirliyində bu təhlükəsizlik məsələlərinə necə nəzarət olunur bu rəqəmsal texnologiya məsələsində? Bəli, təbii olaraq rəqəmsallıq ümumiyyətlə gündəmləndikcə rəqəmsal mühitin mühafizəsi məsələsi də, oradakı tibbi məlumatların qorunması, mühafizə edilməsi də gündəmə gəlir ki, bu da kiber təhlükəsizlik nəzarətinin güclənməsini aktuallaşdırır. Bu sferaya Səhiyyə Nazirliyi də xüsusi diqqət ayırır ki, bu yaxınlarda hətta kiber təhlükəsizlik məsələlərini gücləndirmək məqsədi ilə təhlükəsizlik əməliyyatları və monitorinq mərkəzi yaradıldı ki, bunlar 24/7 fasiləsiz olaraq növbəli şəkildə çalışaraq həm tibbi məlumatların müdafiə edilməsini və bütün səhiyyə sisteminin kiber hücumlardan müdafiə edilməsini keşiyində dayanan bir mərkəzə çevrilir. Sevinç xanım, bu mərkəzdən danışmışkən, tibbi məlumatların bu təhlükəsizliyin dediyi vətəndaşın etimadına necə təsir edir bu? Vətəndaşın etimadına təbii olaraq vətəndaş anlayanda ki, onun məlumatları, xüsusən tibbi məlumatları ki, bu həm də etibarlı şəkildə müdafiə olunur və kənar şəxslər, üçüncü şəxslərə ötürülməyəcək, bunun qarşısını alan bir təhlükəsizlik sistemi mövcuddur və bu da vətəndaşa daha çox güvən hissi yaradır, etibar edir ki, onun tibbi məlumatları həmin sistemdə əlçatan olsun, həm onun üçün, həm də onun müraciət etdiyi həmin həkim, tibb işçiləri, tibb mütəxəssisləri üçün. Bu açıq məlumatlar özü gələcək tədqiqatlara öz töhfəsini necə verəcək bəs? Açıq məlumatlar bu bütün məlumatlara aid deyil. Açıq məlumatlar bütün tibbi məlumatları əhatə etmir təbii olaraq. Bu deməli elektron hökumətin inkişaf konsepsiyası fonunda ki, səhiyyə sistemi də bu konsepsiyanın bir hissəsi olaraq müəyyən Səhiyyə Nazirliyinə aid olan səhiyyə məlumatlarının da, eyni zamanda tibbi məlumatların da həmin o Open Data açıq məlumatlar portalına çıxarılmasını aktuallaşdırıb və səhiyyə sistemi də öz növbəsində deməli bu Səhiyyə Nazirliyinə aid olan kollegiya qərarlarıdır, bununla icra olunması ilə bağlı tədbirlər planlarıdır və eyni zamanda
səhiyyə sisteminə aid olan sistemlər barədə açıq hesab olunacaq məlumatların, misal üçün dərman reyestrində dərman vasitələrinin qeydiyyatı ilə bağlı onların haqqında məlumatı əlçatan etmək üçün açıq məlumatlar platformasına çıxarılmışdı ki, bu da həm vətəndaşlar baxımından, həm də ki, həm məlumatlardan yararlana biləcək tibb sahəsində çalışan şəxslərin işini asanlaşdırır, əlçatan edir bu məlumatlar onlar üçün. Sevinç xanım, çox təşəkkür edirəm. Bugün həqiqətən də olduqca maraqlı bir mövzunu müzakirə etdik və verilişimizin sonuna yaxınlaşırıq. Rəqəmsal transformasiyanın, belə deyim, texniki tərəfindən danışdıq, vətəndaşlara faydalarından danışdıq. Ümumiyyətlə, bu səhiyyə sahəsində olan hər kəs üçün, vətəndaşlar üçün üstünlüklərindən, hər bir şeydən danışdıq. Amma sonda dinləyicilərimiz üçün istərdim ki, bir tövsiyə edəsiniz, bir sual ünvanlamaq istərdim dinləyicilərimizin adından ki, rəqəmsal səhiyyədən maksimum fayda görmək üçün vətəndaş bu prosesə necə yanaşmalıdır? Yəni əsas tövsiyəniz nə olardı? Aha, çox gözəl sualdır, yerindədir. Vətəndaş prosesin iştirakçısıdır. Vətəndaş böyük rol oynayır. Çünki bütün bu proseslərin əsasında vətəndaş məmnuniyyəti dayanır. Onların daha belə deyim də, əhalinin sağlamlaşdırılması istiqamətində vətəndaşa yönəlik addımlarda hər biri bütün tippi səhiyyə sistemlərinin istər yaradılmasıdır, onların əlçatanlığının təmin edilməsi vətəndaşın məmnuniyyətinə xidmət edir. Vətəndaş da öz növbəsində yəni bu məlumatlara daha fərqli yanaşmalıdır. İstər o resept üçün müraciət etdikdə həkimə tələb etməlidir elektron resept, istərsə də bu proseslərə müraciət etdikdə yəni sistemlərə yanaşması baxımından, onun əlçatanlığının təmin edilməsi baxımından təşəbbüs göstərməlidir. Təşəkkür edirəm Sevinç xanım, minnətdaram sizə və biz bugün bir daha gördük ki, rəqəmsal transformasiya sadəcə texnologiya deyil, səhiyyə baxış bucağının dəyişməsidir. Texnologiyada yalnız düzgün istifadə olunanda həyatı yaxşılaşdırır. Bugün Azərbaycan səhiyyəsində rəqəmsal transformasiya mövzusunu Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinç Məhərrəmova ilə birlikdə müzakirə etdik və ümid edirəm ki, bu söhbət sizin üçün də həm faydalı oldu, həm düşündürücü oldu, həm də bundan sonraki addımlarınızı daha da qətiləşdirdi. Sağlam qalın dostlar, məlumatlı olun və unutmayın ki, sağlam gələcək elə doğru məlumatdan başlayır bizdən. Bugünlük bu qədər, sabah yenə də eyni saatda eşidilərik. Hələlik.